Bugün dünya antibiotiklər haqqında geniş məlumata sahibdirsə, bunu Şotlandiyalı alimə borcludur. Müasir tibbin banilərindən sayılan Alexander Fleming məhz burada doğulub və penisilini kəşf edərək tibb dünyasında inqilab yaradıb. Onun bu kəşfi milyonlarla insanın həyatını xilas edib və özü Nobel tibb mükafatına layiq görülüb. Eyni zamanda müasir dövrdə əlimizdən düşürmədiyimiz, xüsusilə son 20 ildə böyük inkişaf göstərən telefonun da ixtiraçısı Şotlandiyalı Graham Bell olub. Dünya şöhrətli Harry Potter seriyasının böyük hissəsi də Edinburqda yazılıb və yazıcısına milyonlarla dollar qazandırmaqla yanaşı kino dünyasının unudulmazları sırasına daxil olub. Digər tərəfdən, bir çoxunun paytaxtla qarışdırdığı, əslində isə Şotlandiyanın ən böyük şəhəri olan Glasgow həm də futbol diplomatiyasının doğulduğu yerdir. 1872-ci ildə ilk rəsmi beynəlxalq futbol oyunu burada, Şotlandiya ilə İngiltərə arasında baş tutub. Ana bətnindəki körpənin görüntüsünü əldə etmək üçün istifadə olunan ultrases cihazı da ilk dəfə Şotlandiyada tətbiq olunub.